Nə qədər araşdırma aparsanız da, nə qədər əmin olsanız da, tək bir şirkətə edilən investisiya həmişə risk daşıyır. Gözlənilməz bir hadisə, yeni bir texnologiya, rəqabət qalmaqalı və ya idarə etmə səhvi ən möhkəm görünən şirkəti belə sarsıda bilər. Bu riski idarə etməyin yeganə yolu diversifikasiyadır. Bu, bütün pullarınızı bir səbətə qoymamaq deməkdir. Sektorlar arası diversifikasiya portfelinizdə texnologiya, səhiyyə, sənaye, maliyyə və istehlak malları kimi fərqli sektorlardan şirkətlərin olması daha yaxşıdır. Beləliklə, bir sektor zəiflədikdə digərləri onu tarazlaya bilər. Coğrafi diversifikasiya. Mümkünsə yalnız bir ölkənin iqtisadiyyatından asılı olmayın. Fərqli regionlarda fəaliyyət göstərən beynəlxalq şirkətlər də seçimdir. Həddindən artıq diversifikasiyadan qaçının. Diqqətli olun, yüzlərlə fərqli səhm almaq da doğru deyil. Bu, diversification adlanır və portfelinizin gəlirini sadəcə bazar ortalamasına yaxınlaşdırar.